Bundan əvvəlki dərsimizdə HTML elementlərinə müraciətlər və onların içərisindəki mətnlərin və yaxud da HTML mətninin dəyişdirilməsi haqqında danışdıq. Amma atributlar haqqında və yaxud da digər özəlliklər haqqında danışmadıq. Bu dərsimizin mövzusu sırf atributlar olmuş olacaq. Hansı ki, ümumi atributlar və xüsusi atributlar haqqında burada bir-bir danışacaq. Nədir atributlar? Danışmışdıq, biz demişdik ki, HTML-imiz bir taglərdən ibarətdir. Tag name olaraq yazılır və HTML-də tagın açılış hissəsində yazılan stringlərə atributlar deyirik. Attribut bərabərdir, bir value'su olurdu. Və xüsusi atributlarımız var idi, ümumi atributlarımız var idi. Məsələn, ID, class kimi atributlar ümumi atributlardır və istənilən tagdə ola bilirdi. Amma məsələn, sırca atributu harda olurdu? Scriptlərdə olurdu, image'lərdə olurdu. Yəni, bir iki dənə tagdə olurdu. Və yaxud da href atributu harda olurdu? Sırf olurdu, hyperreferans verəcəyimiz taglərdə, yəni A tagimizdə, A tagimizdə, href dedik linklərimizi bağlamaq üçün. Yəni, bunlar da xüsusi atributlarımızdır. Bir də var idi CSS üçün olan atributlarımız. Classify idi məsələn, bir də var idi style, yadınızdadırsa, digər atributlardan tək fərqi burada bir obje, array'in olmağı idi, bir obyektin olmağı idi. Bunlar haqqında bir-bir danışaq. Atributlara müraciət üçün bizim JavaScript-də hazır bir metodumuz da mövcuddur və başqa fərqli bir müraciətimiz də var. Bunlar haqqında bir-bir danışaq. Məsələn, bizim bir h1'imiz var. H1'imizin içərisində bir atribut olsun. Nə atribut olsun bu? Touch olsun. Elə yazaq, özümüz bir custom atribut yaradaq. Custom attr deyirəm, bərabərdir. Burada yazıram custom value. Yəni, bu hər hansı bir atribut ola bilər və içərisində hər hansı bir value yazılmış ola bilər. Gəzək bura. HTML-ə müraciət edəndə necə edirdik? Deyək bir constant. Nə deyək? Header bərabərdir. Document.query selector vasitəsilə müraciət eləyək h1'imizə. Console.log eləyək bu header'ımızı. Biz bu şəkildə müraciət edib bunu konsola yazdıra bilirdik. Daha sonra header'ın .get attribute yazaraq burada atributumuzun adını yazaq. Nə yazmışdıq atributumuza? Custom attr. Bu şəkildə bunu yazaq. Gördüyümüz kimi nədir? Custom value. Yəni bizim burada hər hansı bir atributumuz olsaydı, bu şəkildə biz ona müraciət edərək get attribute funksiyonundan istifadə edərək nə edə bilirdik? Gedib onun atributunu götürüb gətirə bilərik. Baxın, bunu bu şəkildə konsola verək. Gördüyünüz kimi bu bir funksiyondur. Metoddur, funksiyondur. İçərisinə bir parametr göndərir və bizə return eləyir onun dəyərini. Gəlin burada xüsusi atributlardan birinə məsələn misal göstərək. Tutaq ki bizim bir dənə a tagimiz olsun, hrefində olsun https ://nonetag.as və içərisinə yazaq non-tag. Bu şəkildə. Gördüyünüz kimi burada bir linkimiz formalaşmış oldu. Üzərinə klik etdiyimiz zaman nə edəcək? Non-tagin saytına yönləndirmə eləyəcək. Və biz burada desək ki, a taginə müraciət edirəm və onun href atributuna baxmaq istəyirəm. Nə edəcək? Onun hrefini bizə qaytarmış olacaq. Yəni, bu şəkildə müraciət edərək onu götürə bilərik. Və yaxud da header'ın atributunu dəyişmək istəyirik. Tutaq ki, deyirəm ki, header'ın .set atribut bu dəfə və bu bizdən yenə də bir metoddur. 2 dənə parametr istəyəcək. Birinci parametr nədir? İkinci parametr nədir? Burada saxlayaraq da onu görə bilirik onsuz da. Birinci onun, belə deyək, hansı atributu dəyişmək istədiyini göstərsən. İkincisi isə nədir? Onun dəyərini göstərsən. Yəni, məsələn, deyirsən ki, hyperreferans atributunu, href atributunu dəyişib edirəm. Tutaq ki, https ://non.as ilə. Və daha sonra konsola verirəm. Baxın, burada hal-hazırda üzərinə saxladığım zaman burada non-tag.az yazılır. Amma save eləyib, buradan baxa bilərik, artıq dəyişdi. Burada gətiririk, gördüyümüz kimi artıq dəyişdi. Yəni, bu şəkildə biz nə edə bilirik? Href atributunu dəyişə bilirik. Bir də bunun fərqli bir versiyası haqqında danışaq. Bunda imajlar üzərindən nümunə olaraq göstərsə daha yaxşı olar əslində. Bir demo imaj götürək və yaxud da kompüterimizdə olan bir şəkili yerləşdirək bura. Tutaq ki, bir snipping tools vasitəsilə özümüz üçün burada bir şəkil kəsək. Kodumuzun bu hissəsini kəsirəm, şəkilə çevirirəm. Belə edək. Bunu save edək. Gələk buradan desktop, keçək D diskimizə, keçək buradan kurs, JavaScript, bu şəkildə bura save edək. Gördüyümüz kimi şəkil bura düşdü. Bağlayaq bunu artıq. Keçək bura, bunun adını dəyişək. Qoyaq tutaq ki, foto.ad genişləməsində balaca hərflərə çevirək, PNG. Bu şəkildə bir şəkildir gördüyünüz kimi. Gəlirəm bura, bir imaj yerləşdirirəm. Sırrısına deyirəm, foto.png.
Alt atributuna ehtiyacımız yoxdur. Hələ ki, silək. Gördüyümüz kimi bizim sağ tərəfimizdə o şəklimiz görünmüş oldu. Biraz balacarsaq ekranımızı. Burada şəklimiz görünür. Gələk bura. Deyək ki, mən nə edirəm? Image tagimə müraciət edirəm. Və image tagimin içərisində hansı atributumu dəyişirəm? Sırrıcı atributumu dəyişirəm. Və ikinci bir şəkildə kəsərdik gərək. Snipping tool'u yenə açaq. Yenə ikinci bir şəkildə çəkək. Burada da belə bir şəkil qoyaq. Bunu da save as eləyək. Adını qoyaq. Foto 2.png deyək. Şəkildə save eləyək. Gördüyünüz kimi o da gəldi. Bağlayaq bunu. Keçirik bura. Deyirəm ki, image müraciət elə. Daha sonra o header'ın set atribut elə sırıcısına nə məlumat? Foto 2.png-ni. Bunu da bağlayaq. Save edirəm. Gördüyünüz kimi artıq ikinci şəkil oldu. Yəni sən bunu yazmayanda nə olur? Birinci şəkil olur. Bunu yazanda nə olur? İkinci şəkil olur. Bu şəkildə hətta konsol üzərində də bu işi görə bilərik. Deyə bilərik ki, constant bir header yaradıram. Bu şəkildə tutaq ki, onsuz da burada declare olunub deyir. Belə edək. Bunu buradan atıram kommentə, kopyalayıb atıram kommentə və normalda bu şəkildir. Konsolda bu yazını yazıram, enter vururam, şəklimi dəyişirəm. Yəni, bu şəkildə bunu edə bilərik. Buradan başqa nə deyə bilərik? Deyə bilərik ki, bura get atribut yaza bilərik. Get atribut və burada sırıcını yazarıq. Və bunu nə edərik? Konsola verərik. Console.log Bunu mənim üçün keçsin konsola. Konsola baxırıq, foto.png şəklimizin sırıcısını götürə bildik. Get atribut və set atributu bu şəkildə böyütməmin, yəni uzun-uzadı izah eləməmin səbəbi nədir? Çünki tək get atribut yox, bu şəkildə də yazılış versiyamız var bizim. Bunu atıram kommentə qalsın. Set atribut versiyasını da yazaq. Bir dənə. Header'ımıza set atribut eləyə bilirdik. Sırıcısını dəyişib nə edirdik? Foto 2.png eləyirdik. Yəni bu şəkildə bir şey eləyə bilirdik. Bunu da atırıq kommentə. Gəlirik bura. Baxın, eyni məntiqlə header'ın .src-sini bərabər edirəm foto.png. Bu şəkildə də yazılış versiyamız mövcuddur. Nədir? Foto2.define, üzr istəyirəm. Nə deyir? Bu da məhdud olmalıdır. String çünki. Tamam, bu şəkildə yazırıq. Baxırıq, gördüyümüz kimi dəyişdi. Və yaxud da ataq kommentə. Deyək ki, console.log eləsin mənim üçün. Header'ın sırıcısına. Sırıcısına. Baxaq, gördüyümüz kimi yazdı yenə. İndi bunlar arasındakı fərq nədir? Yəni, mən niyə get atribut və yaxud da set atribut istifadə edeyim? Niyə belə yazım? Əslində, bu tam olaraq sizin seçiminizdir. Böyük bir şey deyil bu. Gəlin, buradan belə eləyək. Sırf sırıcıda və yaxud da refdə, hyperreferansda bir fərqləri mövcud olmuş olur. Nədir bu? Baxın, bunu da atıram kommentdən. Birincidə get atribut edirəm sırıcını, ikincidə bu şəkildə yazıram. Baxırıq. Birinci nə nədir? Get atributla yazanda mənə birbaşa orada yazdığımı qaytardı. Yəni, mən HTML-də nə yazmışamsa onu qaytardı. Sırıcı ilə müraciət edəndə elə bir ki, bir növ render olundan sonraki vəziyyətini qaytardı. Yəni, bunun arxasıca yazılan adını qaytardı. Yəni, bu şəkildə yazdığımız zaman gedir nə edir? HTML render olunduqdan sonra olan nəticəni yazır ora. Amma get atribut yazanda birbaşa HTML-də necə yazmışamsa o şəkildə yazır. Bir də custom atributlar yaratdığımız zaman və yaxud da hansısa başqa bir atributa müraciət etdiyimiz zaman bəzən bu işləməyə bilir. Yəni, bu əslində xüsusi atributlar üçün nəzərdə tutulub. Hər atributda durub bunu eləyə bilməyəcəksiniz. Ona görə də əsas metod olaraq bunu yadımızda saxlamalıyıq. Get atribut və set atributdan istifadə etməmiz daha məqsədə uyğun olmuş olacaq, hər yerdə işləmiş olacaq. Bir də xüsusi atributlar. Məsələn, klasslara müraciət etmək. Məsələn, sən HTML elementində var olan bir klassa müraciət etmək istəyirsən, tutaq ki, və üzərinə dəyişiklik etmək istəyirsən. Gəlin, burada belə bir nümunəyə baxaq. Burada tutaq ki, sənin bir dənə H1-in var. Burada demişsən, class bərabərdir. Tutaq ki, red deyə bir klass yaratmışsan. CSS tərəfdə də tutaq ki, ona color red demişsən, hər nə demişsən, fərqi yoxdur. H1-in içərisinə hətta header sözü yazaq, HTML-imizdə görünmür. Image-imizə də ehtiyacımız yoxdur, artıq silək. Bunu silək. Ya da bura H1 deyək, silməyək. Burada get atribut, set atributumuzu saxlayaq, bunları da silək artıq. Da ki, sən istəyirsən ki, bunun içindəki klassı götürəsən. Get atribut nə edəcək? Get atribut class yazacaq və burada klassımıza baxa biləcək. Okeydir, problem yoxdur. Amma bizim, məsələn, red klassımız da var idi, bir də budget dark klassımız var idi. Bu şəkildə yazdığımız zaman belə string olaraq qaytaracaq bunu. Amma biz birbaşa klasslarımızın siyahısına baxmaq istəyirik. Və yaxud da məsələ bu şəkildə yanaşmayaq, fərqli bir məsələdən yanaşaq. Tutaq ki, bizim bir dənə red deyə bir klassımız var. İstəyirəm ki, bu header'a set atribut eləyim. Yəni, yeni bir klass əlavə eləyim, belə deyək. Klass bərabərdir. Bir də istəyirəm budget dark deyə bir klass əlavə olunsun.
Yəni, burada diqqətinizi bir şey çəkmək istəyirəm. Klası əlavə eləmək istəyirəm. Yəni, əvvəlki klası silmək məqsədim deyil. Sadəcə olaraq klas əlavə eləmək istəyirəm bura. Bu şəkildə baxdığımız zaman bir konsola versək, baxırıq ki, klasın içində bir dənə dark var. Nədir bu? Nə məsələdir? Keçirik bura. Görürük ki, bu dark. Nə edib? Gəlib mən burada yazdığım klası silir. Çünki mən dedim ki, atributun içində bunu yaz. Yəni, bu bizə lazım ola bilər. Okeydir, amma bizə lazım ola bilər ki, biz bura klas əlavə eləyək. Bura çatanda artıq class list deyə bir anlayış ortaya çıxmış olur. Biz bunda nə edəcəyik? Bunu atıram kommentarəki. Deyirəm ki, konstantım var, fərqi yoxdur. Bir variable yadıram nəticə etibarilə. Ta ki, buna deyək, classes bərabərdir. Header'ımızın nöqtə class listinə. Bu şəkildə yazıram və konsola verirəm classes. Silək və konsola classes verirəm. Konsol tabımıza keçid edirik. Sonrası keçdik. Konsol tabımıza keçid edirik. Gördüyümüz kimi burada DOM token list deyə bir anlayış ortaya çıxır. Açırıq bunu. Görürük ki, red var içərisində. Gələk bura. Bu cidarkı da bura əlavə eləyək. Baxırıq artıq nə var? Red də var, bu cidarkı da var. Lensi 2. Eyni HTML elementlərə müraciət eləyə bildiyimiz kimi buna da müraciət eləyə bildik. Və deyir ki, value deyə bir anlayış da var hətta. Nə edir value anlayışı? Sənə birbaşa birləşmiş şəkildə, yəni bayaq yazdığımız class sözünün set atribut, get atribut elədiyimiz klası qaytarmış olur. Yəni sən burada deyə bilərsən ki, 0-cı klassını qaytar mənə. Red-i qaytarar. Deyə bilərsən 1-ci klassını qaytar, bu cidarkı qaytarar. Deyə bilərsən nöqtə lensini qaytar, klassların sayını qaytarmış olar. Və yaxud da deyə bilərsən value-sunu qaytar. Value-sını qaytar. Bu şəkildə qaytarmış olar. Yəni belə şeylər görə bilərsən bunun üzərində və yaxud da deyə bilərsən ki, məsələn belə bir şey eləyək. Səhv bu CSS tablara müraciət eləyək. Red-ə deyək color red. Belə olsun. Bir də bu cidarkıya da. Bunlar tam olaraq custom adlardır. Yəni öz sistem adlardır. Background color black deyək. Bu şəkildə. Gördüyünüz kimi belə oldu. İndi mən buradan bu klası silirəm. Yoxdur burada belə bir klas. Prosta qırmızı rəngdə yazılıb. JavaScript-ə gəlib deyirəm ki, buna ta kommentə. Deyirəm ki, header-ın nöqtə class listinə nöqtə add eləyirəm. Hazır bir metoddur. Add eləyirəm. Nəyi? Bu getiri darkı. Var olan bir klasımı bura əlavə edirəm. Əla. Bu yoxdur artıq. Əla avtomatik olaraq əlavə olundu. Və yaxud da bunu burada eləməyək. Gələk burada eləyək. Gördüyümüz kimi bunu eləyəndən sonra add olunmuş oldu. İndi biz gələcəkdə eventlarda keçəcəyik. Event listener'lar öyrənmiş olacaq və orada düyməyə klik eləyəndə və yaxud da nəsə bir iş görəndə bunu eləmək istədik. Onda işi görə biləcək. Hələ ki biz konsolda eləyirik bunu və yaxud da səhifə açıldığı zaman eləyirik. Amma biz növbəti dərslərimizdə artıq eventlarda öyrənəcəyik. Yəni məsələn, CSS-də necə ki hover var idi, deyə biləcəyik ki, düymənin üstünə gətirəndə, məsələn, bunun üzərinə gətirəndə bunu elə və yaxud da düyməyə klik edəndə və yaxud da başqa bir iş görəndə bunu elə. Bunlara da biz eventlar deyəcəyik. Gələcəkdə öyrənəcəyik. Yəni nə edə bilərik? Bir klass əlavə eləyə bilərik. Və yaxud da var olan bir klası silə bilərik. Ta ki, burada bu didact deyə bir klas var idi. Mən onu remove eləmək istəyirəm. Dediyimiz zaman bu şəkildə olmuş olacaq. Bir də toggle deyə bir funksiya var. Toggle-da nə edir? Yoxdursa əlavə eləyir, varsa silir. Baxaq buradan bu didact var. Əgər bu didact olmasaydı, avtomatik olaraq əlavə eləyəcəkdir. Yəni bunu baxın buradan götürürəm, gəlirəm bura. Yapışdırıram, sildi. Yapışdırıram. Baxın bir dəfə false, bir dəfə true qaytarır hətta. Yapışdırıram, silir, yapışdırıram, qaytarır. Yəni hər rayonda əksini görmüş olur. Bəs bu metodlar hardan gəlir? Bu metodlar təbii ki, onun bir obyekt olmağından qaynaqlanır. Konstruktorda öyrənəcəyimiz bir mövzudur. Yəni biz hazır metoddan istifadə edirik sadəcə olaraq class listin içərisində gələn bir obyekt idi və içərisində özünün metodları var. Gəlin bunu bu şəkildə göstərək. Console.log vasitəsilə klassesi konsola verək. Burada konsola baxırıq. İçərisində burada prototype deyə bir bölmə var və prototype'in içərisində add deyə bir metod var. Məsələn, entries var, contains var, item var, for içinin içərisində fırlana bilərsən, lens var, keylər var, itemlar var, yəni çox şey var. Burada replace var, nələr var. Məsələn, replace nə deyir? Remove var gördüyünüz kimi. Replace nə deyir? Deyir mənə argumentlər göndərəcəksən 2 dənə. Bu argumentlərin biri əvvəlki, biri sonraki olacaq. Nəsə belə izahatlar verir. Deyir məsələn, yəni belə bir şey eləmək haqqında danışır. Deyir ki, header-ın class listində nöqtə replace işi görərsən. Replace bizdən 2 dənə parametr istəyəcək. Üzərində saxlayaraq da buna baxa bilərsiniz. Baxın, token string, new token string istəyir bizdən. Və nəticə etibarilə bizə bool qaytarır, true false qaytarır. Yəni burada deyirəm ki, məsələn, ready dırnaqda ready əvəz elə qırmızı ilə. Save edirəm. Baxaq HTML tərəfə. Baxın, burada belə bir class var. Məsələn, bu didact da var burada tutaq ki.
Belə eləyək. Bu deduct da var. Baxın, red-i dəyişdirədi qırmızı. Yəni bu şəkildə klass var olan bir klassa dəyişə də bilərsiniz. Yəni təbii ki, bizim elə klassımız yoxdur, CSS-də deyə bir şey görünmədi burada. Bu da qara rəng olduğuna görə sözümüz yoxa çıxdı. Amma nəticə etibarilə nə etdim? Bir klassın adını dəyişib başqa bir şeyə çevirdim. Yəni nə deməkdir? Bu gəlib CSS-də dəyişmədim, amma HTML-də dəyişdim. Elə bir klass olmadığına görə də işləmədi. Məsələn, sizin bir klassınız olmuş olsaydı, tutaq ki, nə bilim, font size neçəsə verən bir klassınız var, font size 50 piksel verən, siz onu replace edib 40 pikseli verənlə əvəz eləmək istəyirsiniz, başqa bir klassınızla bu şəkildə eləyə bilərsiniz. Replace. Add var, remove var, replace var və yaxud da toggle var gördük. Bunlardan dəyişə bilərsiniz. Və yaxud da contains funksiyası var hazır. Console.log edirəm, header.classList. Buna ataq artıq kommentə. Classes-in içərisindən, hətta burada artıq bunu yazmışıq. Classes.contains mötərizədə, məsələn, deyirəm ki, red. Baxıram, bu mənə true qaytarır. Məsələn, red1 deyə bir klassım varmı deyirəm, bu mənə false qaytarır. Yəni, bir klassın orada olub, olmadığını da bu şəkildə yoxlaya bilərsiniz. Nəysə, klasslar haqqında bu qədər bəsdir. Bunlardan hansısa birindən istifadə edə bilərsiniz. Bir də nə qaldı təbii ki, mən klass eləmək istəmirəm. Prosta bir CSS properties əlavə eləmək istəyirəmsə, o xüsusi bir atribut idi yadınızdadırsa, eyni klass kimi, yəni özünün bir funksionallıq gətirdiyi bir atribut idi. Dedik ki, içərisində bir obyekt saxlaya bilir və style məsələsinə keçid eləyək. Buraların hamısını silək, bunu da silək. Deyək ki, bu header'ın .style atributuna bu şəkildə müraciət edəcək və onun nöqtəsini qoyduqdan sonra burada gördüyünüz kimi çoxlu propertilər çıxır. Bu CSS-də tam olaraq elə biləcəyiniz hər şeyin propertisidir. Məsələn, nə edə bilərsiniz? Color bərabərdir green deyirəm. Save edirəm, gördüyünüz kimi dəyişdi. Getdi, nə elədi bu? Əslində, baxın, HTML tərəfdə style bərabərdir color green yazdı. Bir də əlavə eləyək. Məsələn, font size 50 piksel. Baxaq, gördüyünüz kimi böyükdür. Çünki ikisini də buraya yazmış oldu. Bu şəkildə də istifadə eləyə bilərsiniz. Bunu da belə qeyd eləyək. Sadəcə olaraq burada tək fərq treylər olmaz. Çünki çıxma işarəsi kimi başa düşülür. Trey olmaz JavaScript-də. Ona görə də treylərin hamısını bu şəkildə böyükdür kiçik tərəflərinə, yəni camel case üsulundan istifadə edərək dəyişdirmiş olublar. Yəni belə istifadə eləmiş olacaqsınız. Başqa nələr haqqında danışmalıyıq? Deməli, nə etdik? Biz selektorları öyrənmişdik. İndi atributlara müraciət öyrəndik. Atributlar üzərində dəyişiklik eləyə bildik. Daha sonra xüsusi atributlara baxdıq. Ümumi atributlara, klassa baxdıq məsələn. Eyni qaydada bir də klassı da dəyişə bildik. Klassı ilə də öyrənmiş olduq. İçərisində fərqli metodlar öyrəndik. Bir də style haqqında danışdıq. Style da bu şəkildə əlavə eləyə gedə bildik.